Şah İsmayıl və Ağqoyunlu Yaqub padşahın fəaliyyətinə aid oxşar cəhət. Hakimiyyətlərinin durğunluq dövrü kimi səciyyələnməsi Şah İsmayıla aid səciyyəvi xüsusiyyət ola bilməz. Şirvanşahlarla müttəfiq olmaları yenə Şah İsmayıl üçün ortaq cəhət ola bilməz, çünki o Şirvanşahlarla düşməndir. Osmanlı Sultanı II. Bəyazitlə dostluq münasibətləri yaratmaları həm Şah İsmayıl, həm də Ağqoyunlu Yaqub padşah üçün oxşar cəhət hesab oluna bilər. Şeybanilər Özbək dövlətinin məğlub edilməsi Şah İsmayıl üçün uyğun hesab olunsa da, Ağqoyunlu Yaqub padşahın belə bir mübarizəsindən bəhs olunmur. 16-cı əsrdə hakimiyyətdə olmaları yenə də Şah İsmayıl üçün düzgün olsa da 1501-1524-cü illər Ağqoyunlu Yaqub padşah üçün bu uyğun gəlmir. Çünki o 1478-1490-cı illərdə hakimiyyətdə olmuşdur. Burada düzgün cavab C variantı olmalıdır.